Dünyazadə adına Ümumi Təhsil Məktəbində İngilis dilini tədris edirəm. Birinci mövzunun başlığına birbaşa giriş eləmədim. İstədim biraz kanaldan, uzaqdan başlayaq. Öyle bir başlıq koydum, səssizliyin arxasındakı güc. Və auditoriya belə bir sual vermək istəyirəm ki, sizin fikriniz var, pedagojik prosesdə əslində öyle danışmayın, fazla başlayanda belə. Sizin fikrinizcə pedagojik prosesdə sinfin idarə olunmasında və ya öyrənmə mühitində səssizlik hansı təməl bacarıqların tərkib hissəsidir? Her şeyler 30 saniye sürer. Sinif pedagojik prosesler. Səssizlik hansı təməl bacarıqların tərkib hissəsidir? Fikirlərinizi xahiş edirəm. Hər qrupdan bir nəfər və bir cür lakonik ifadə edin. Hansı təməl Bu qrupdan Acım xanımı dinləmək istəyərdim. Buyurun, sizcə? Cümlənin ilk işlərində mənə bu təəssüratı bağışladı ki, səssizlik deyəndə dinləmə olacaq. Bu sizin fikrinizdir. Başqa qrupdan var, fərqli cavab. Bu sizin fikrinizdir. Həyat müəllimi. Səssiz mühitdə oxuduğunu anlaya bilməsi üçün. Əməkdaşlıq ola bilər. Qrupdan ikinci adam cavab verdi. Digər qrupdan Məlumatlı olmamaqla bağlı. Sizin qrupdan zəhmət oldu. Diqqət toplamaq üçün Ola bilər, sizin fikrinizdir və sizin qrupdan çox düşündüyü üçün səssiz. çox düşündüyü üçün səssiz. Yəni düşünürsünüz ki, bunlar təməl bacarıqların əsas tərkib hissələrindən biridir səssizlik. Cavablar həqiqətən mənim üçün də maraqlı idi, fərqli idi. Baxaq görək. Əslində bu sualın bir neçə cavabı ola bilər. Çünki orada təməl bacarıqları yazmışsınız. Oradan tuta bilərdi ki, bir neçə təməl bacarığı belə qruplaşdırmışıq ki, özünü idarə etmə və emosional intellektin tərkib hissəsi ola bilər. Və izahını belə verilir ki, səssizlik ilk növbədə ani və düşünmədən olan reaksiyaları dayandırmaq üçün daxili səbri və emosional tarazlığı qorumaq bacarıqdır. Və digər bir təməl bacarıq olaraq refleksiya və tənqidi təfəkkürün bir hissəsi ola bilər. Necə? Dərhal danışmaq əvəzinə düşünmək, məlumatı süzgəcdən keçirmək və dərindən təhlil etmək qabiliyyətidir ki, bu təkcə ümumiyyətlə qeyd etmək istəyərdim ki, məncə bu mövzu təkcə sinifdə, şagirdlər mühitində yox, hər bir auditoriyaya ayrı olacaq. Xahiş edirəm, axırda fikirlərinizi bildirəsiniz, bu fikirlər razısınız, yoxsa yox. Növbəti təməl bacarıq olaraq effektiv dinləmə və empatiyanın bir hissəsi ola bilər. Yəni, səssizlik yalnız səsə qulaq asmaq deyil, həm də qarşı tərəfi demək istədiklərini dərk etmək bacarıqdır. Və son olaraq bu hissəni qeyd eləmişəm ki, strategiya və liderlik, yəni sinfin idarə olunmasında əslində sinifdə olan səssizlik bəzən zəiflik deyil, əslində pedaqoji təsir gücünün və psixoloji rahatlığın təmin edilməsidir. Məsələn, müəllimin fasilə verməklə müxtəlif üsullarla istifadə etməkdə səssizliyi yaratmasıdır. Mövzumuz isə dinlədiyim cavablardan var idi. Əsl mövzuya indi giriş edirəm. Effektiv dinləmə və empatiya. Növbəti sualı vermək istəyərdim. Xahiş edirəm yerdən danışmayaq, düşünək, 30 saniyə ən azından düşünək. Eşitmək və dinləmək arasındakı fərqləri qısaca bir söz, bir ifadə, bir cümlə ilə, onun artıq yox, necə izah edə bilərik? Aydın olmazsa daha bir yön verə bilərəm. Qruplardan əl qaldıran var, amma qrupdan tamam. Buyurun müəllimə. Bir cümlə, bir söz ya bir ifadə. Dinləmək eşitdiklərimizi daha dərinləməsinə, o ətrafımızda baş verən hadisələrə daha çox fokuslanmaq tələb edir bizdən. Söz cümləsi. Buyurun, dinləmək başqa insan duyğularını başa düşmək deməkdir. Söz cümləsi. Hər məsələ ilə bağlı, məsələn, bir-birini qarşılıqlı dinləyirsənsə, eşidən insan sadəcə öz mövqeyindən, öz yanaşmasını ortaya qoyur, amma məntiqli şəkildə dinləyən insan konkret mövzuya dair cavabını verir. Çox sağ ol, təşəkkür edirəm. Təxliyə müəllimə. Düşünürəm ki, eşitməkdə insanın bir məqsədi olur. Amma dinləyərkən mənim bir məqsədim var ki, onu anlamalıyam. Təşəkkürlər. Sizin qrupdan fikirləşin, amma cavab verəcəksiniz qrup olaraq. Buyurun. Mən demək istədiyim ki, səsləndirdim, ona görə nəsə bir. Sizin onun gözəli. Bəzi olaraq onun ibtidai sinifdən bir uşaqları öyrədik ki, eşitmək deyəndə haradakısa səsi göstərir. Yəni, sadəcə səs gəlir. Amma daha diqqətli şəkildə dinləyəndə artıq orada nə baş verdiyini uşaq anlayır, daha dərinlə. Təşəkkür. Buyurun.
Yəni ilk ağlımıza gələn nədirsə onu Ümumi deyil, eşitmək biraz ümumi anlayışdır. Dinləmək biraz kənara çıxır. Yəni dinləmək kənara çıxır deyər. Yəni dinləmək onu həm də o həm hiss edirsən, başa düşürsən, daha yaxşı anlamaqdır. Çox sağ olun. Fikirləriniz sizdən almışdıq. Sizi qrupdan almışdıq deyə vaxta görə istəmədik. Ozal o qaydanı. Ozal o qaydanı. Fikirlərinizi deyəcəksiniz. Fikirlərdə həqiqət var idi. Sadəcə olaraq hərəmiz fikirlərimizi fərqli şəkildə ifadə edirik. Amma düşünürəm ki, hamısı əslində o nöqtəyə vurmaq istəyirdi. Yanaşma üçün, belə deyək də, qısa yol. Eşitmək sadəcə qulağın işidir. Amma dinləmək biraz... Beyin tərəfi. Hansı bacarıq tərəfi? Məntiqi təfəkkür. Elə bir... Eşitmək həm biyoloji, həm fizioloji bir prosesdir. Yəqin ki, ifadələri üstədir. Amma dinləməni bir sənət kimi, bir peşə kimi, hətta bacarıq kimi mən burada dəyərləndirmişəm. Çünki dediyim kimi, təkcə sinif auditoriyasında yox, istənilən auditoriyada, hətta biz müəllimlər olan auditoriyada belə bəzən ki, dinləmə pozulur. Hətta aktiv dinləmə, qarşı tərəfi sadəcə eşitmək deyil, onu tam dinləmək bacarıqlıdır. O zaman insan təkcə sözlərinə yox, onun emosiyalarına, səs tonuna, bədən dilinə belə diqqət etdirir. Burada mövzudan çox uzaqlaşmaq istəmirəm. Aktiv dinləmə həm də ünsiyyətin keyfiyyətin kökündən dəyişir. Bunlara qısa şəkildə ehtimal yaradır, münaqişələri azaldır, münasibətləri gücləndirir, daha doğru qərarlar verməyə kömək edir, qarşı tərəf axı üçün dinləmiş isə daha doğru qərar verə bilərik. Belə empati qabiliyyətini artırır. Belə bir danışmaq istəyərdim ki, dinləmə bacarığı əslində təhsildə daha çox diqqətdən kənarda qalan hissələrdən biridir. Razısınız bununla. Çünki biz bir çox hallarda uşaqlara danışmağı hardasa öyrədirik və yaxud öyrətməyə çalışırıq və yaxud cəhd edirik. Amma dinləməni sadəcə sakit otur, səssiz dur deməklə ən qısa şəkildə həyata keçirməyə çalışırıq. Burada bir növ ənənəvi təhsildən qalan bir qalıntıdır, çöküntüdür. Onda belə bir fikir var idi ki, əgər sinif tam sakitdirsə, səssizdirsə, sakitcə müəllimi dinləyirsə, deməli burada uşaqlar daha yaxşı başa düşürlər, müəllim daha çox danışır. Amma düşünürəm ki, bu sizin fikrinizdə yəqin ki, mənlə eyni olar. Bu əslində tam doğru fikir deyil. Bu problem olaraq sözsüz bunun həlli yollarda olmalıdır. Araşdırmalar nəticəsində əsasən 3 aktiv dinləmə növünü qeyd edirlər, mən də qeyd eləmişəm. Məsələn, biri faktiki dinləmədir, sadəcə deyilənləri qeydə alır, bu aşağı səviyyə hesab olunur. Empatik dinləmə, qarşı tərəfin və yaxud mətn dinləyirlər, onun arxasındakı duyğuları və məqsədi anlamalı. Tənqidi analitik dinləmə isə eşitdiyini həm sorğuluyur, bizim dediyimiz o niyə sualını verir, belə halda tənqidi analitik dinləmə olur. Mən istəyərdim ki, məsələn, qeyd edim ki, sinifdə tətbiq edilə biləcək konkret texnikalardan biri belə ola bilər ki, cütlər arasında dinləməni inkişaf etdirmək üçün, məsələn, bir uşaq bir dəqiqə danışa bilər, qarşı tərəf onu qeyd götürmədən onun özünə qaytarsın, onun dediklərini. Mən sənin dediyinə belə başa düşdüm ki, başlayaraq onu nə dərəcə dinləyə bilir. Keçən dəfə bizim Nican müəllimədə 5-ci gün həmin bir situasiya yaratdıq burada, eşitdiklərimizi necə çatdırdıq. Və ondan bir gün əvvəl hazırlaşanda Nican müəllim bu mövzuya toxundu, mən toxunmuyorum da daha biraz təkrarlı olmasın. Amma ki, yarıda saxladığımıza görə təşəkkür edirəm. Mən istərdim ki, qruplara, belə bir vərəqə belə deyək də, xahiş edirəm də suallarla diqqətli tanış olun. Mən sizə indi bir mətn oxuyacağam. Nə yazıb? Sualla diqqətlə tanış olun, xahiş edirəm. Hansı azadlıqda beyin analitik sistem arasında hansı mexanizm? Sualla tanış olduqdan sonra mətnə əsasən, yəni şəxsi... Düşünmür da, belə olanda beyin. Mən də hər şeyi... Səhvi diqqətlə dinləyəndən sonra xahiş edirəm, çox qısa şəkildə qərarlaşıb və dinlədiklərinizdən yadda qalanı qeyd edə bilərsiniz, qeyd etməyə bilərsiniz. Yəni, əsas bu sualı Heç bir şey düşünmədən mətn oxuyacaq. Bir dəfə oxuyacaq mətni. Mətni bir dəfə oxuyacaq. Əsas səbəb nəticə istəyirəm. Mətndə onu tutmaq lazımdır, amma hər zaman öz sualı var. Başlayır mətni oxumağa. Pedagojik prosesdə müəllimlərin buraxdığı ən köklü metodik yanılsama, yəni yanlış alma, dərsin hamar və maneəsiz keçməsini mükəmməl tədris kimi qiymətləndirmələridir. Əslində isə idrakin aktivləşməsi üçün şagird rahatlıq zonasından çıxmalı,
Məlumatı qəbul edərkən idraki diskomfort, yəni ziddiyyət yaşamalıdır. Müəllim hər şeyi hazır şəkildə izah etdikdə və ya şagirdin çətinlik çəkməsinə imkan vermədikdə, beyin analitik mexanizmlərini deyil, yalnız passiv qəbul etmə mexanizmini işə salır. Bu zaman şagird dərsi anladığını zənn edir, lakin bu yalnız illüziyadır. Çünki real öyrənmə məlumatın hazır mənimsənməsində deyil, məhz şagirdin o məlumatı öz təfəkkür süzgəcindən keçirərək yenidən qurmasında, yəni metakognitiv konstruksiyada baş verir. Oxuduğum mətndə hər bir qrupun sualının cavabı var. Suallar gəldi. Bəli. Vaxtınız azdır. Yazmısan. Sen yazmısan. Mətndə ekranda aldığınız az sual var. Başqa bir suala cavab verə bilərik. Amma ən Təxliyə harf. Al sen bir. Yazıda pasif qəbul etmə mexanizminə keçir. Tamam, kim hansı grup hazırdır? Birinci grup, buyurun. Biraz kesin. Cevap veren orada cevabınızı İki. Aha, bir cavab diye. Gəlsə hava və maneəsiz keçməsi. Çəkin. Mən də ancaq video səhifəsiz çıxıb çəkməlisiniz, mən də video çəkmişsiniz ancaq. Ha, şəkli yoxdur. Göftü bax belə də. hansı hal? Dərsin hava və maneəsiz keçməsi. Sualımız belədir. Müəllimlərin lüzumsuz tədris hesab etdiyi hansı hal əslində ki, köklü metodik yanılsamadır, dərsin hava və maneəsiz keçməsi. Təşəkkür edirəm. Digər qrup, ikinci qrupumuz. Buyurun, sual. Şagirdin təcrübənin aktivləşməsi üçün mütləq hansı psixoloji vəziyyətdən keçməlidir? Cavabımız belə olur ki, o komfort zonadan diskomfort zonaya keçməlidir ki, onu təfəkkür formalaşsın. Komfortdan diskomfortla haqqında ikidə duracaq. Rahatlıq zonasından çıxaraq ciddiyyət yaşamaq. Təşəkkür edirəm. Üçüncü qrup. Üçüncü qrup sualımız belədir. Müəllim hər şeyi hazır izah etdikdə, beyin analitik sistem əvəzi hansı mexanizmə keçir? Passiv qəbul etmə mexanizminə keçir. Doğruluğu. Bəli, təşəkkür edirəm. Dördüncü qrupumuz sizdir. Buyurun. Deməli, şagirdin dərsi anladığını zənn etməsi nə səbəbdən sadəcə aldadıcı illüziyadır. Bu, şagird materialı tam hazır şəkildə deyil, özü təfəkkürün işlədərək, təfəkkür süzgəcindən keçirib, yəni metakognitiv biliklə əldə etməlidir. Dördüncü qrupun sualı şagirdin dərsi anladığını zənn etməsi nə səbəbdən aldadıcı? Çünki məlumat hazır mənimsənir, beyin analitik çətinlik çəkir. Təşəkkürlər. Və beşinci qrupumuz. Beşinci qrup. Mətnə görə real öyrənmə məlumatın hansı yolla mənimsənməsində deyil, necə yenidən qurulmasında baş verir. Bəli, mətndə səsləndiniz ki, mənimsəmə, şagird həmin o məlumatı öz beynindən, süzgəcindən keçirdikdən sonra necə qavramasında bəlli olur ki, Baxaq, aydın fikriniz.